Bizim üstünlüğümüz tabii ki ondadır ki təbii sərvətlərimiz var. Əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürülür. Azərbaycan torpaqların bərəkəti var deyə ancaq bizim ölkədə xalqımız üçün 3 növ qara qızıl neməti var. Birinci qara qızıl bildiyiniz kimi neftdir, neft. İkinci qara qızıl isə qara kürüdür. El arasında ikra deyirlər. Üçüncü isə badımcandır, badımcan. Bax, neftlə kürünün biz kasıb vətəndaşlara heç bir aidiyyatı yoxdur. Bizim qismətimizə düşən isə badımcandır, badımcan. Özdə xüsusən mənim payıma düşən isə bax, belə badımcandır. Ha dostlar, mən getmişəm badımcan almışam. Bax, belə bir şey düşüb qismətimə. Bu nə demək ki? Ha? Bu görən mesajı nədir? Bunun mənası nədir?